Ubeydullah ibn Mihsan el-Ensari'den radiyallahu anhu rivayet edildiğine göre Allah'ın elçisi sallallahu aleyhi ve sellem buyurmuştur. Sizden kim bədəni sağlam, qəlbən əmin aman olub, yanında gününün kifayət edəcək qədər ruzisi olarsa, bütün dünya ona verilmiş kimidir. Bu hədis bizə dünyanın həqiqi dəyərini və insanın əsl zənginliyinin nədə olduğunu açıq şəkildə öyrədir. İnsanların çoxu xoşbəxtliyi malda, mülkdə, vəzifədə və ya çoxlu qazancda axtarır. Halbuki Allah Rəsulü sallallahu aleyhi və səlləm bizlərə bu hədisdə xoşbəxtliyin 3 əsas təməlini göstərir. Ən birincisi bədənin sağlam olması. Həqiqətən sağlamlıq insanın sahib olduğu ən böyük nemətlərdən biridir. Sağlam olmayan insan üçün nə malın, mülkün, nə də dünyanın ləzzəti qalmır. Çünki insan xəstə olarkən tək bir arzusu sağlamlığına qavuşmaq olur. Əfsuslar olsun ki, sağlamlıq çox vaxt itirildikdən sonra dəyəri bilinir. İnsan xəstəlik zamanı səbr etməlidir. Sağlamlıq zamanında isə bu nemətə görə şükür etməlidir və onu günahda deyil, əksinə o canı ona nemət olaraq verən Rəbbi üçün ibadətdə, itayətdə istifadə etməlidir. Xoşbəxtliyin ikinci təməli qəlbən əmin aman olmaqdır. Qəlbin rahatlığı, qorxudan, həsəddən, tamahdan və narahatlıqdan uzaq olması böyük bir nemətdir. Qəlbi rahat olmayan insanın sarayı da olsa, əslində o əzab içindədir. Qəlbin əmin amanlığı isə iman, təvəkkül və Allahı çox zikr etməklə əldə olunur. Rəbbimiz buyurur: Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə rahatlıq tapar. Rəd surəsi 28-ci ayə. Xoşbəxtliyin üçüncü təməli insana günlük ruzinin kifayət etməsidir. Hədisdə çox mal deyil, günün ruzisi qeyd edilir. Bu isə bizə qənaəti öyrədir. Çünki daim artıq mal dalınca qaçmaq insanı yorur, hətta bəzən qəlbini sərtləşdirir və axirəti unutturur. Halbuki halal və kifayət qədər ruzi insana həm rahatlıq, həm də şükür qapısını açır. Bu hədisdən çıxan ibrətlər budur ki, həqiqi zənginlik malın çoxluğu deyil, könlün tox olmasıdır. Şükür etməyi bacaran insan aza qane olmaqla xoşbəxt olar. İnsan Allahın ona verdiyi nemətlərə baxanda başqalarının sahib olduqları ilə ölçü aparmamalıdır. Filankəs məndən daha varlıdır, başqası məndən daha rahat yaşayır deyə düşünmək insanı narazılığa, həsədə və şükürsüzlüyə aparır. Halbuki hər kəsin payı Allah tərəfindən hikmətlə və ölçü ilə verilmişdir. İnsan sağlamdırsa, qəlbi rahatdırsa, bu gününü dolandıracaq ruzisi varsa, o artıq çox şey axtarmamalıdır. Çünki Allah Rəsulü sallallahu aleyhi və səlləm buyurur ki, belə bir insana sanki bütün dünya verilmişdir. Allah bizləri nemətlərin qədrini bilən, şükür edən və qəlbi aram olan qullarından etsin. Allahümmə amin.